Belə özdə benchmark. O da yox da. O neymiş sos? Mən deyim, bəlkə də komanda düzəltmək istəyirmişəm bunu. Qarşınızda 4 oyunçu var. Onların vəzifəsi futbol dünyasının bir şəxsi və onunla bağlı maraqlı bir faktı tapmaqdır. Oyunçular bir-birlərinə yalnız bəli və ya xeyr cavabı verilə bilən suallar verirlər. Bunu ilk edən qalib olacaq, alnında kart son qalan isə uduzacaq. Bu alın yazısı oyunudur. Başlayaq. Özümüzü təqdim edirik. Aha. Səndən başlayaq. Mir Bağır, idman jurnalisti. Okay. Rüstəm. Rüstəm bəy. İsmail Abdullayev, idman şərhçisi. Səman Mahmudov, idman sevər. Okay. Kimlə ağsaqqaldan başlayaq? Hı. Buyur ağsaqqal. Karyerasını bitirmiş oyuncudur. Bitirmisən. Bitirmisən, bəli. Top 5-də oynayıb, Oynayır. Oynayıb. İspaniyada oynayıb. Yox. Yox. Futbolçu olmuşam əvvəllər. Olmusan. Avropalıyam. Yox. Çox sağ ol. Mən Avropalıyam. Yes. Olsun. Avropalı. Cənubi Avropa. Yox. 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 Mən Avropalıyam. Bəli. A seriyasında oynamışam. Oynamısan. Oo, deyəsən daha yaxından gedir. Juventusda oynamışam. Min nəfər qalıb. Yox. Juventusda oynamamışam, Yox. keçdik. Yox. Premier Liqada oynamışam. Oynamısan. Oynamısan. Ancaq Premier Liqada oynamışam. Demək olar ki, Hə. Ya İngilisəm. İngilisi. Oo. Aha. Yığmada oynamışam. Oynamısan. Yığmada oynamışam. Hücumçuyam. xeyr. Yox. Yox. Mən top 5 liqada oynamışam. Oynamısan. İndiki əmsallara görə, o vaxt əmsallara görə də. Hə. Oynamısan. Mənim yaşım 50 plusdur. Sənin yaşın 50 plusdur. O neymiş sos? 50 plus sən. Neçə cavab verirsən? Hə, yəni buna nə Hal-hazırda yaşayır. Harda? Yox. Həyatda? Həyatda. Həyatda yoxdur, hal-hazırda yox. Yoxdur, yox. Mən Biraz yaxınlaşırsan elə biliyor. Mən İngiltərədə oynamışam. Oynamısan. Oynamışam. Top 5 klubu oynamışam. Yəni nəyi nəzərdə tuturam? Bəli, United, aralarında City. var. Okay. City-də oynamışam. Yox. Mən yadıma gəlmir. Mənim yadıma Mənim gəlmir. də yadıma gəlmir. Okey. Yox. Mənim də yadıma gəlmir. İtalyanam. İtalyansan. Oh. Belə özdə benchmark. Totti. Yox. Mən hücumçu deyildim, yarım müdafiəçi. Yox. İngiltərə Premyer Liqasında oynamışam. Yox. Oldu da yerindən aldım. Sos. Mən mən İngiltərəliyəm. Bəli. Bəli. Yəni ingilisəm, İngiltərəliyəm. Bəli. Yarım müdafiəçiyəm. Yox. Hazırda oynayıram yoxsa? Yox, oynamışam. Oynamırsan. Oynamırsan. Yəni sual nədir? Oynayıram Yəni yox. hazırki Aktiv futbolçu aktiv deyil. futbolçu deyil. Yox. Yox. Müdafiəçi. Yəni sualın Sualın- aktiv futbolçu deyiləm, Deyil. hə deyilsən. Deyiləm. Hücumçuyam. Yox. Yox. Hal-hazırda. Yəni bu müdafiəçi olub da. Müdafiəçi olur. Kapitan olub. 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 Yox. Harda? Değil mi? Yəni klubda, Klubda. yığmada kapitan sarışı. Onu kapitan kimi Kapitan tanımırıq sözün düzü. Yəni Amma olub da yəni sarığı. yəqin ki olub. Yox, məncə o dövrdə Mütəmadi olaraq olmayıb. olmur. O dövrdə olmayıb. Ola bilsin ki, müvəqqəti olub. Hə, yəni. müvəqqəti olub. ha ola bilər. Amma okey. Ağdərilidir. Yox. Belə də. Belə. Ortadan nə qaranır. Tam yox. Okay. Rasizmlə aparacaqlar. Karışın değil mi? Hə, yaşamıram 50 plus. Niyə aparmalılar? Kimsə burada Nike kostyumu geyinir yox. 50 plusam. Avropalı idim mən. Yox. Avropaya deməmişdik. Avropalı deyil. Yox. Yox. Mən qapçıyam. Yox. Xeyr. Qapçıların nə şeyləri var? Ancaq A seriyasında oynamışam. Bildiyimizə görə hə. Yox. Yox. Yox, yox, yox. Ancaq alt səviyyəsində oynamamışam. Son Başqa yox. Yox. Okey. Yox. Yox. Təkrar səviyyəsində oynamıyorum.
Sol cinah oyunçusu. Deyil. Yox. Afrikalıyam. Yox. Oo. Müdafiəçi soruşmuşdum mən. Müdafiəçiyəm. Yox. Yox. Peki mən? Qapıçı müdafiəçisi soruşursan məncə. Hə? Mən hücumçu soruşmuşam da, düzdür? Müdafiəçiyəm. Bəli. İtalyan müdafiəçi, Juventusda oynamayıb. İtalyan müdafiəçi. Mərkəz müdafiəçisiyəm. Hə. Deyəsən. Deyəsən yaxınlaşırsan. Şedevral mərkəz. Kayrerasın deyirsə onlarını başqa ölkədə oynayıb. Başqa ölkədə oynayıb. Top 5 başqa ölkə çempionatında oynamışam. Yox. Oynamamışam. Getdik. Aha. Kim ola? Mərkəz müdafiəçi. Nə tam qara mərkəz müdafiəçi ingilis, amma bilmirik o olardı. Rio Ferdinand. Qəşəng, Bravo. qəşəng. Ne eləmisən? Mən nə etmişəm? Nə etmişəm? Rio Ferdinand nə etmişdi ki? Rio Ferdinand Bəlkə Efirdə olub bu söhbət. olsaydı hamı bilərdi, amma məncə yox. Məncə yox. Məncə yox. Efirdə olmayıb. Olsaydı yəni, nə bilim. Hə, Mən onda ki, Cənubi Amerikalıyam yəqin. Cənubi Amerikalısan. Braziliyadanam. Yox. Çox sağ ol. Mən hücumçuyam. Hücumçusan. Hücumçuyam. Mən ağdərliyəm. Bəli. Mənim 1.85-dən hündürəm. Bəli. Bəli. 2 metrədən hündürəm. tapdın. Tula ya tapdın da da. Tapdın da məsələn. Hündürəm. Dünyada bir dənə Tapmısan da sən vaxt taparma. Hə, mən Peter Crouch'am. Bəli. Özü İndi Peter Crouch. Peter Crouch'un hərəkəti. Peter Crouch'un hərəkəti nə etmişdi? O isə özün yadında deyil. Bu hərəkət futbol meydançasında baş verir. O da yox da da. Ola bilməz. Bizə görə yox. Bizə görə yox. Nə olmayıb hərəkət? Bəlkə oyun olmayanda olub, amma Yox, yox. Mən müdafiəçiyəm. Mən Juventusda oynamamışam. Mən ancaq top 5 ölkə çempionatlarında A seriyasını oynamışam. Bəli. Stoperəm. Bəli. Kim ola bilər o müdafiəçi? Cannavaro deyil. 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 Maldini də deyil. 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 Bütün müdafiəçiləri indi İtalyan müdafiəçi. 1930-dan. 50 üstə gəldi mənim yaşım. Hal-hazırda Mən deyəcəm sizə. Məncə hə. Yox, bəlkə də yox. Yox, yox. olmaz. Amma yaxınsan da ona yəni. Yox. Hələ yox, Dəqiq hələ yox. Onda keçdik. Bu günə yox. Bu günə yox. Onda toxunə Dəqiq çəkdik. bilirsən. Bu günə hə. Bu günə yox. Neçədirsə Amma bu il olacaq. rəfələr axtarmalıyam onda. Okey. O De. rəfələr axtarmalıyam. Rio Ferdinand. Hərəkət. Bu ailəsi ilə bağlı hərəkətdir. Dolayısıyla hə, Ailəsi ilə bağlı hərəkətdir. Bu da xəyanət eləyib. eləyib. İndi necə eləyib? Kimlə? Komanda yoldaşının Yox. arvadı. Yox. Yox, Yox. məncə o deyil. Yox. Məndə Cənubi Amerikalı idi, indi yaşamır. İspaniyada oynayıb yəqin ki, Amerikalı olduğuna görə. Böyük ehtimal Barcelonada oynayıb, Cənubi Amerikalıdır. Hücumçu olub. Hücumçu olub, hal-hazırda yaşamır. Yaşamış. Hal-hazırda yaşamırsa və 50 plusdur. Yaxşı. Tez ölüb də. Olsaydı, yaşasaydı, Yaşasaydı 50 plus idi. Barcelona hücumçusu. Ölən adam yadıma gəlmir. Sonya Anderson yadıma gəlmir. Arxası necə danışmazlar? Bu Cənubi Amerikalı hücumçusu. Yalnız Sonya Anderson ölüb. deyirəm Sonya Anderson Ola yaşayır. bilər. Ha. Saçın. Ölən Barcelona hücumçusu. Bu Ştatlarda falan oynayır. Oynayıb 80-lərdə. Oynayıb. Aha, Alman da Amma qəşəng onu sual gəldi. sırf Barcelona hücumçusu kimi tanımıram. İspaniyada El Clasico'larda oynayıb. Hər iki tərəfdə. Yox, Hər iki tərəfdən yox. Yox. Ya, hə yox. Heç Yox, bir yox, tərəfdə. yox. Yox, yox. Yəni bir tərəfdə olur. Yox, ki, El Clasico 3 tərəfdir də. üçlüyüm. Girona, Espanyol, Yox, elə mən 4 tərəfdə. Barcelona, Real Madrid. Seyirsən, hə, Katalon deyirsən. Bilbao da şey olmur hesab. Bask derbisi. Ha, okey. Tak, mən Peter Crouch'am. Peter Crouch futbol meydançasında olmuyor bu hərəkət. Onun evində baş verib. Bilmirəm. Mən nə bilim vardı. İnanmıram. Bu- İnanmıram. Bu spirtli içkilərlə bağlıdır. Yox. Yox. Yox.
O aşırı ona bəlkə təsiri ola bilər, amma yox. Mən milli komandada oynamışam. Bu Nə qədər. qədər istəyirsən. Hətta. Mövqeyimin ən yaxşılarından biri olmuşam. Bəli, ola bilər. Hə. Şübhəsiz. Hələ indi də bəlkə ən yaxşılarından biri. Interdə oynamışam. Xeyr. Yox. Tak. İndi qalıb ki, kimlə xəyanət edib də? Kimi Hə, tapır? kimlə? Hansısa servis işçisi ilə, xidmət işçisi ilə, yəni. Bu haqqda məlumatımız yoxdur yəni. O qadınla. Qadından. Qadın. Qadından. Hər halda. Hər halda. Rio Ferdinand Kişilə niyə xəyanət adam edir? bilir həm, ona görə. Rio Ferdinand komanda yoldaşı Amma deyil. orada dəqiqləşdirmək lazımdır da sadəcə. Hə, kim o qohumlardandır. Özünü nə yəni? Özü deməyib, Yəni yox, məncə yox. Məncə qohum orada yox idi. Prosta o biraz ehtimal da bəlkə də var o. Bəlkə nə- də var. Demək istəyirəm Bəlkə də var da. kömək eləmiş olacam, mən onu demirəm. Hə, onda yox. Yoxdursa o kadar. Yox, məncə yox. Mən o tapa bilmirəm. Braziliyalı ölmüş. Braziliyalı deyil, kimsə dedi ki, Amerika, Braziliyalı. Argentinalı. Argentinalı. Argentinalı hücumçu. Sədə də bunu da tapma daha heç. Onu tapa bilmirəm. Ölmüş adam. Ölmüş Argentinalı hücumçu. Aa, sən Sən baş yedi bir şey. Qardaşdan başlayır. Argentinalı. Futbol deyəndə kim gəlir ağla? Ay, hücumçu deyil axı o. Bə kim idi? Maradona. Hə. Maradona Yarım hücumçudur. müdafiəcidir o. Mən demişdim Winger əslində amma Ha, hücumçu. ölüb ondan sonra. Maradona o qədər teması var ki, yəni Ay, sağ ol. Üçü də tapıb indi həmən tapır. Aguero ilə bağlıdır. Yox. Çox. Peter Crouch. Peter Crouch bunu spirtli əlaqəli deyil. Peter Crouch nə bilərdi? O robot rəqsi olmaz yəqin ki, o məsəl. Sadə olaraq. Hərəkət deyil. O da bir yəni pis hərəkət deyil də, yəni robot rəqs. Peter Crouch. Burada bu hərəkətin figurantlarından biri qadındır. Baxın. Bəli. Xəyanətdir burada. Bəli. Bəli. Yoldaşına xəyanət edir. Bəli. Bəli. Amma dəqiqləşdirmək lazımdır ki, bəli. futbol klubunun işçisi ilə əməkdaşı ilə. Yox. Yox. Mən İtaliyanın top klublarında oynamışam. Əfsanəsən, İtaliyanın əfsanəsi. Sən Milanda tapmısan. oynamışam. Milanda oynamısan. Maldini deyilsə, Deyil. Nesta'dır. Nestadır. Nesta'dır. Ha, Nesta indi nə eləyib? Baxın görün neyini. Nə eləyib Nesta? Aa, okey. Oydu. Nesta Milanda oynayarkən eləyib bunu. Hə. Ha, Futboldan kənar hadisədir. futboldan Bəli. kənar hadisədir. 90% hə. Dolayısı biraz yalan. Hmm, Amma futboldan kim? Avtomobil qəzasıdır. yox. Rio Ferdinand deməli qohumları ilə deyil, futbol klubu ilə deyil, servis işçisi ilə deyil. Saya amma əslində tapırsan. Baxır hansı Santexniklə də tutublar. Baxır hansı servis. Fergusonla dəqiq deyil. Bəli. Yəni belə aşağı sosial məsuliyyətli əməkdaşlardandır. Ola bilsin ki, orada olsun, amma yenə bir qədər də dəqiq olmaq lazımdır. Biraz da dəqiq olmalı. Biraz da Əslində məncə tapmısan sadəcə kənarında Sadəcə fırlanırsan orada, nə hə. cavabın. O söz efirdə deyə bilirik də, yəni ki, Hansı sözü? fahişəliklə pul müqabilində. Ola bilsin ki, o orada olsun. Amma öz istəyi də ola bilər. öz istəyi də ola bilər. Hə. Barda olub. Bu arada mənim də məlumatım yoxdur. Sən deyir, bəlkə də komanda düzəltmək istəyirmişim bu. Rəqəmlərə bax. Orada Onu da düzəltmək məkan yox. Orada daha bir fakt var. Hansı ki, bütün bu hadisəni, yəni tamamlayır. Nesta. Nesta nə eləyib ola? Aha, deməli Yəni orada məkan önəmli deyil. önəmli deyil. Məkan heç yoxdur orada. Amma fakt, Orada fakt var. xəyanət faktı var. Var. Qadınladı Qadınladı. və nəsə hər şey bir nəyinsə mərkəzə ətrafında. Və mərkəz, hə, çox yaxınlaşır. Mərkəz laf yaxın. Şəhərin ortasında Yox, yox. Yenə də O da məkan ehtimal deyil. adam. O məkan deyil. Sənə nə tapmaq lazımsa o məkan deyil. Orada başqa şey. məkan deyil. Maradona burada yazılan fakt ailəsi ilə bağlı faktdır. Yox. Peter Crouch. Peter, bunu kim yazıb?
uşaqlar. Kim yazıb sizlərdən? Peter Crouch. Çox Qadınla əclaf gələdi, yer gəlmişəm. Kömək eləyənlərə. Çox alçaqcasına eləyib. Bilinən bir faktdır, yəni hamımız bilirdiniz ki, belə bir şey. Mən şəxsən bir dəfə görürəm. Hə? Mən Bilib susmuşdum. Deməmişdik də. Peter Crouch qadınla bağlıdır. Kluba gedib həmin qadınla nəsə. Əslində bəlkə daha yaxın idi cavabı. Yəni bunun cavabı yox. Yox. Okay. Nesta elədiyi bu hərəkətlə yaxşı fikir formalaşdırıb yoxsa pis? Məsuliyyətsiz. Pis. O əslində o Nümunəvi deyil, düzdür? nümunəvi deyil. Yəni hərəkətin özü o qədər də pis deyil, amma ona gətirən nəticə, hərəkətin nəticəsi pisdir. İçkili olub. Yox. Deməli, mən tapmalıyam ki, hansı vəziyyəti tapmaq lazımdır, hansı hadisədə, yəni ki, hal. Yox. Mən dərdim Vəziyyəti tapmısan da. vəziyyəti tapmışam. Mən elə yarısan bunu heç vaxt tapmayacaq. Mən Bu tapılası tapacağam. bir şeydir. Məncə tapacaq. O elə bir komanda yığırdı orada. Bir neçə olub, yəni adam qrup şəklində bu ilə məşğul olub. Orada o yazılmayıb. Yox. Qrup sözü yoxdur, amma Yox, qrup sözü yox. Yox. Okay. Qrup mərhələsi yox. Maradona yaşayışı ilə bağlıdır, yəni yaşayışı ilə bağlıdır. Ailə məsələsi deyil, yaşantısı ilə bağlıdır. Bu futbolçu vaxtı olub, Kimin yadındadır? məşqçi vaxtı olub hadisə. Kimin Yəni sualı belə verim də, məşqçi Məncə vaxtı olub sonra hadisəsi. Məşqçi vaxtı olmayıb. Məşqçi Yox, vaxtı məncə olub. məşqçi olub. Məşqçi Məşqçi olub. Məncə o Nə olub Məşqçilik vaxtı Məşqçi olub. olanda belə hərəkət. Sağ ol Maradona. Plus 18 məsələsi deyil bu. Hər halda. Hər halda, hə. Hər halda. Yəni sənədəki kimi deyil, amma Sex party təşkil eləyib. deyirəm sənədəki kimi deyil də. Nə bilim, yox. 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 Plus Peter 18. Peter Crouch qadın və hərəkət. Peter Crouch qadın və hərəkət. Peter Crouch. Məncə sən də tapmısan, Rüstəm. Belə bir hərəkət Aha. boşanmaya gətirib çıxara bilər. 100%. Xəyanət edib də. Hər halda xəyanət varsa- Sadəcə xəyanət edib. orada o özdə xüsusi hadisə. Özdə bayaqlar dedim axı alçaqcasına eləyib bunu. Yəni ki, Alçaqcasına. bu hər adama ediləsi bir şey deyil də. Tərbiyəsizlik deyil, belə deyim. baldızı ilə olub səbə. Yox. Ha, Amma çaşdırdım adiyasını biraz. okey. Avtomobil qəzası deyil, içkiyə görə olmayıb, qadına görə olub. Yox. Yox, yox. 3 dənə sonra. Ha. Qəşəng əşrət deyirlər, o nədir? Onu ziyafətdən verib də yığıb bir neçə nəfəri ki, gəlin oturaq. Sən o qrup söhbətindən çıxmaq istəmirsən də, yəni də çox Çünki komanda yığıb deyirsiniz, sex party deyirsiniz. Adam da nə edib yəni ki, başqa sahib. orgiya sözü var, o. Yox. O sözü yox. Maradona, Yaxınlaşmışdın Plus amma. 18, futbolla əlaqəsi yoxdur. Məşqçilik dövründə. Öz futbolçusunun yoldaşı ilə. Yox. Yox. Bizdə hamısı Peter Crouch, xəyanət. Baldızı ilə deyil. Amma orada şəxs Önəmli deyil. önəmli deyil. Vəziyyət önəmlidir də, daha doğrusu belə deyil. Xüsusi hadisədir, yəni. Elə belə xəyanət deyil. Toyundan sonra xəyanət edib o. Bəli. Böyük ehtimal biz elə gözləyirik ki, hə. Ha. Yəni o yazılmayıb orada. Video çəkib onu. Yox. Nesta içki içməyib, avtomobil qəzası deyil, xəyanət deyil. Davadalaşdı bu. Yox. Bir dənə formula baxın. Yox. Yox, dava dalaş deyil. Yox. İsmail, bir dənə formula baxın. Juventus'dur da qardaşım. Ha. Allah! İndi çatdı mən. Sony PlayStation. Gözlə. Növbə olun. Bir dəqiqə, mən əgər Nesta PlayStation-la neyib? klub
Qrupda qalmısan, Qrupdan çıxasan. Və indi söhbət ki, xəyanətdir. Söhbət davam etsə bizi bağlayacaqlar. Mərkəzdədir. Yəni nəyinsə ətrafındadır. Adam qalma-qaldı, Belə deyək. skandaldır. Belə deyək, elə bil ki, bu hadisələrlə adam komanda yığmaq istəyib. Bunu edə-edə, sonra da ola bilər. bunu edə-edə elə bil bir komanda yığmaq istəyib. Yəni ola bilsin ki, yoldaşı biləndə ona deyib ki, Rio, bəs sən komanda yığmaq istəyirdin, niyə görə? Bu Yəni arda-arda bir neçə ola bilsin ki, arda-arda, ola bilsin ki, nə bilim, fərqli qadınlar. fərqli qadınlarla indi demək lazımdır onu sadəcə. Fərqli qadınlar olur. Fərqli qadınlarla olub bəli və tam cavab verir. Ha, hələ fərqlilərin də yox, bu Çox kimlər dərin. oldu? Yəni ki, o məndə Çox dərinə getdin elə. Hə, fərqli qadınlar olub. Hansısa müddət ərzində olub bu Ola yox. bilsin ki də. Ola bilsin ki, müddət ərzində olub, amma söhbət orada müddətdən getmir. Nə müddətdən gedir, nə məkandan gedir. qadınlar bir neçə qadındır özləri. Bir neçə Bir neçə qadındır, bəli. Və Bir neçə qadın. Bir neçə Onlar neçə kaç nəfər? Ha, 11 qadın. Yox. yox, Burada da xəyanət var. yox. O. Videoya çəkməyib. Peter Crouch. Əslində burada sənin cavabına Özü etiraf edib onu. Yəni Sonra, deyib ki, sonra hə. Mən inanmıram o qədər həyasız olsun ki, bunu özü etiraf eləsin. Sonra da bilinəndən sonra. Onu etiraf eləmək üçün, yəni nə olasan ki, onu etiraf eləyəsən. həm qız da var idi, həm də oğlan. Bir neçə Onda yox. Yox. PlayStation. PlayStation. Hayda Pirlo olardı da, kəş dünya çempionatından öncə finaldan öncə PlayStation PlayStation oynayıb axşam oynayarkən- çempion olan adam. PlayStation oynayarkən Ağlıma Nesta ilə bağlı nə gəlir? Əslində PlayStation, yəni PlayStation aludəçisi olduğu üçün yəqin ki, məşqlərə və yaxud oyuna gecikib. yox. Yox. De. Məndə indi ancaq rəqəmi demək lazımdır. 60 7 liqaya. Orada yəni 18 yolu 56-ını keçirir. Bizi 100 faiz bağlayacaqlar. De. deyil. Mən çıxıb getsəm yaxşıdır da, çünki ağlıma heç nə Aa, gəlmir. PlayStation Maradona Belə deyək də, bizim 98. Mən kömək peşəmizə eləmişəm. bir qədər yaxın məsələdir. bizim peşəmizə. Bizim peşəmizə. Ümid edirəm ki, sən bizim peşəmizə yaxşı yanaşırsan. Mən Maradona peşəmizin bir nümayəndəsidir. Ha. Jurnalistlə bir konflikti olur. Hə, Konflikt evet. yaşayıb və həmin jurnalistlər. həmin jurnalistdə Sən ona baxma. Yox, onu eləmir yəni. Plus 18 də vardı burada. Plus 18 var. Amma o plus 18 deyil. Ha, ola bilər silah çəkib ona. Oo. Məncə hə. Hər olsun. Çıxar. Qəşəng. Qəşəng. Jurnalistlərə hazırlaşan 1994-cü ildə Diego Maradona evinin qarşısında gözləyən jurnalistlərə pnevmatik tüfənglə atəş açdı. Nəticədə 4 jurnalist yüngül yaralandı. Məhkəmə onu təqsirli saydı və 1996-cı ildə şərti cəza verdi. qaldıq biz. Peter Crouch. İştirak eləyənmirəm artıq. İştirak edirsən. Cavab verirsən, yəni suallarımıza. Prosta sən qalibsən artıq. Xatırladın onu? Peter Crouch. Alçaqcasına. Tutdum Burada bir neçə qadın var idi, yoxsa? Yox. 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 Okay. PlayStation Nesta, nə ola bilər bu? Nesta, PlayStation. Nə edə bilər? PlayStation, yəni oynamaq üçünsə oynamaq deyil yəqin ki. PlayStation. Sualdır. Sualdır. Hə, sualdır. Oynayıb PlayStation-la. Oynayıb. Nə ola bilər? Mən nə deyim? Nesta, PlayStation, Nesta, PlayStation, Nesta, PlayStation. Bir dənə biraz kömək fason deyə bilərəm, vaxtilə Neftçidə oynayanda adamyam. Belə bir eyni şey olmamışdı, fərqli bir situasiya, amma nəticə etibarilə eyni idi. Okay. Məsuliyyətsizlik Əslində fonunda. futbolçularda belə şeylər olur. Olur. Yəni təkcə Nesta'da belə söhbət olmamış. Zədələnib PlayStation, əlini zədələyib. Bəli, bravo. İtaliya futbolunun əfsanəsi Alessandro Nesta 2000-ci illərdə evdə PlayStation oynayarkən əsəbləşib və əlini zədələmişdi. Zədə ciddi deyildi və karyerasına təsir etmədi. Tapdım. Bax. Yadıma düşdü, əlini zədələmişdi. Hə sənə. Mən indi ancaq rəqəm demək lazımdır. Hə, rəqəm. Hamıdan 11 qabaq sən deyil. tapmalıydın. 11 deyil. Yox. Amma komanda qurmaq istəyirsə, 18 Ola yox da.
Zamenlərlə bir 11+7-də Sifariş kitabçası var. Sayı da qaldırır. Sifariş. Kürpədici faktlar ortaya qoyur. Yaxşı, burada. Yəni Crouch. Bəlkə belə Baxılarını kömək açmısan hamısını. Hə. Biz onları birləşdirməyə Bax, lazımdır. Peter Crouch xəyanət. Hə. Yəni abırsız, həyasız Başqa. nə demək olar da ona nə beləsinə nə ad verəsən? Hansı formada? Tufeyli, qravit. Burada xüsusi bir case var ki, Oğraş sözü var orada. Hə də elə ona aiddir. Sinonim. sinonimində. Öz qohumu var. Hadisənin bərabər o deməkdir. Hə. Yox. Yaxınlaşırsan, çox yaxınlaşırsan. Biraz da sən nə ilə gir temaya? Crouchluğu ilə. Psixoloji sarsıntı kimi. Ən Orada elə yaxşı, bir ən ki- yaxşı açardır psixoloji sarsıntı. Çox sağ ol Osman. Ha? Çox sağ ol. Mən rəqəm ancaq deyirəm də. Hə. 3. Yox. Niyə 3? Mini futbol komandı. Bilmirəm. Psixoloji sarsıntı ilə. Nə də yəni. Yoldaşı depressiyada olaraq, yəni yoldaşı hamilə olaraq. Bravo. Nə də bunu da. Görsən, son patskaska kömək elədi. Peter Crouch ilə bağlı belə qalmaqal doğrudan da olub. 2009-cu ildə məlum oldu ki, Crouch nişanlısı Abby Clancy hamilə olarkən bir qadınla görüşüb. Hadisə mətbuata sızdı və böyük qalmaqala səbəb olub. Buna baxmayaraq cütlük ayrılmadı. Onlar sonradan evləndilər və ailəni qoruyub saxladılar. Hamilə arvadına xəyanət. Mən uzun oldum. Peter Crouch. Sən amma tap da. Yox, sən yenə də tapmalısın. rəqəm deməlisən. Rəqəm deməlisən. Yəni 5-dən yuxarı, Yuxarı. Yuxarıdır. 7-dən yuxarı, Yuxarı. Bir-birinə bırax. 9-dan yuxarı, Yuxarı. 10. Bəli. Bəli. 2000-ci illərin əvvəllərində İngiltərə mediası yazırdı ki, Ferdinand uzun müddətli münasibətdə olduğu Rebecca Ellisona xəyanət edib. Tabloidlər onun bir neçə qadınla əlaqəsi olduğunu iddia etmişdi. Peki. Hayır, 10 qoydum. Əslində sən Bunlar birinci içində indicə bir dənə bax. Bu elə belə bir Sən şeydir. adamı də, bilirdim. Bu da Fibonacci də Bu olur. Detski bir şeydir də. Bunların içində ən belə şərəfsizi kimdir bildin? Crouch. Məncə. Hə? Məncə də. Rio. Məncə də. Bravo. Məncə Bu də. fəxr olmasıdır. Yəni Xəyanət varsa qardaşım. Amma o da bağışlanmır da. Xəyanət varsa Səndəki də şərəfsizlik. bağışlanmır. Bu da hə. O da bağışlanmır da yəni. Nə bilim. Belə Qəşəng, maraqlı. əla, həqiqətən təşəkkürlər. deyil. Bu sualları kim hazırlayıb, tərtib edib? yox, oturub qabağında çıxar. Sən də şvah. Bravo. Sən özdə birinci tapdın. Dostlar, izlədiyinizə görə təşəkkürlər. Bizi Boosty və Patreonda izləyin. Orada epizodlarımız bir həftə tez çıxır. Abunə olun və like işarəsini qoyun. Görüşənədək.